Uşaqlar, indi isə yeni bir başlığımızdan tanış oluruq. Sferik güzgülər. Nədir sferik güzgü? Ümumiyyətlə, sferik güzgünün iki növü var. Biz müstəvi güzgü haqqında danışırıq. Müstəvi güzgü bilirsiniz, müstəvi, yəni düz bir güzgüdən danışırıq. Hal-hazırda isə sferik güzgüdən danışırıq. Yəni yarım çevrə şəklində olan güzgülərdən. Uşaqlar, sferik güzgülər çökük və qabarıq olmaqla iki növə ayrılırlar. Bunlarda hər ikisində ümumiyyətlə şüalar harda kəsişirlər sonda? Fokusda kəsişirlər. Sadəcə olaraq harda fokusda ona birdən baxmaq lazımdır. Şöyle diqqətlə baxırıq. İşıq şüaları sferik segmentin daxili səthindən qayıdır. Bax, gəldi, çökük güzgüdə. Dəydi, toxundu. Sonra nə edir həmin şüa? Daxildən qayıdır. Bax, burada da yenə də eyni şəkildə paralel gəlir və daxildən qayıdır. Həmin bu qayıtmaların kəsişdiyi yerə biz deyirik fokus məsafəsi. Qabarıq güzgüdə isə gəlir, dəyir və xarici səthdən qayıdır. Gəldi, xarici səthdən qayıtdı. Yaxşı, necə yadda saxlayaq? Hansında daxildən qayıdırdı, hansında xarici səthdən qayıdırdı. Uşaqlar, bunu yadda saxlamağın bir dənə asan yolu var. Biz bunu yarımçevrəni qalxan kimi düşünək. Bu döyüşlərdə istifadə olunan qalxan var. Uşaqlar, bu qalxanın daxili səthidir, bunun işim yoxdur. Amma xaricdə nə edir? Gələn ox nə edəcək? Qalxana dəyəcək və qayıdacaq. Bax, dəydi, qayıdacaq. Eyni şəkildə. Dəydi, qayıdacaq. Bax, bu şəkildə. Amma əgər bu formada olanda qalxan xaricdən dəyib qayıdırsa, deməli çökükdə nə etməlidir? Onun əksidir. Daxilindən nə edəcək? Qayıdacaq və orada kəsişəcək. Uşaqlar, sferik güzgüdə görürsünüz ki, şüanın özü gəldi, dəydi və qayıtdı. Düzdür? Amma qabarıqda isə şüa gəldi, dəydi, qayıtdı. Bəs fokus məsafəsindən nə keçdi? Fokus məsafəsindən sadəcə keçən onun uzantısıdır. Uzantının keçməyi söhbətində biz nə demişdik? Uzantı sözü varsa, artıq burada nə olacaq? Mövhumidən danışacağıq. Sonra, güzgünün elementlərindən danışaq əvvəlcə. Güzgünün təpə nöqtəsi var. Hər iki güzgünün təpə nöqtəsi var. T nöqtəsi, təpə nöqtəsidir. Daha sonra, güzgünün özünün mərkəzi var. Radiusu var. Fokus nöqtəsi var. Baş optik oxu var. Önemli olan əsas bunlardır. Şöyle, baş optik ox, iki qat fokus deyirik biz buna. Linzalarda bunu iki qat fokus deyəcək, 2F ilə ifadə edəcək. Burada isə sadəcə baş optik ox deyirik. 2F ümumiyyətlə bərabərdir. Yəni, bu baş optik ox əslində bunu radius kimi baxsaq, onda biz nə deyirik? F'imiz bərabərdir, radius bölünsün 2-yə. Şöyle, diqqət yetirsək, burada yazıb ki, çökük güzgüdə fokus həqiqidir. Qabarıq güzgüdə isə mövhümüdür. Səbəb nədir? Çünki mövhümdə uzantılar kəsişir, həqiqidə isə şüaların özləri kəsişirdir. Bir dənə bunu yadda saxlayaq. Sonra güzgünün özündə düsturları var. Təbii ki, hər iki düsturda baxırıq. 1 bölünsün F bərabərdir 1 bölünsün D plus 1 bölünsün F. Burada da qabarıq güzgülərdə fikir versək, eyni düsturdur. Sonra 1 bölünsün F nədir? 1 bölünsün, yəni fokus məsafəsi bərabərdir. Biz nəyə baxırıq? Fokus nöqtəsi daha doğrusu. Bu D cismin məsafəsidir. F isə, kiçik F isə xəyal məsafəsidir. Bunlar haqqında baxsaq, deyək ki, çökük güzgüdən F fokus məsafəsi həmişə müsbət işarəli olur. Güzgüyə düşən şüaların özü baş optik oxu kəsirsə, D müsbət, uzantısı kəsirsə, D mənfi olacaq. Xəyal həqiqidirsə, F müsbət olacaq. Xəyal mövhümüdürsə, F mənfi olacaq. Uşaqlar, məsələ nədən ibarətdir? Əgər fokus ümumiyyətlə həmişə müsbət olacaq çökükdə. Bunu qəbul edək. Bu bir. Sonra, uşaqlar, əgər şüaların özü optik oxu kəsirsə, D-imiz müsbətdir, uzantı məsələsini görsək, D mənfi olacaq. Uzantıdan danışsaq, D mənfidir. Xəyallı isə, kiçik F isə xəyala baxır. Xəyal əgər həqiqidirsə, F-imiz müsbət olacaq, mövhümüdürsə mənfi olacaq. Burada baxaq, uşaqlar, qabarıq güzgüdə fokus həmişə mənfidir. Güzgüyə düşən şüaların özü baş optik oxu kəsirsə, yenə də bayaqçı kimi D müsbət, uzantı kəsirsə D mənfi olacaq. Xəyal isə həmişə və həmişə qabarıq güzgüdə mənfi olur. Uşaqlar, görürsünüz, qabarıq güzgüdə 2 dənə mənfidən danışdıq. Həm F-imiz mənfi olur, həm də kiçik F-imiz. Qabarıq güzgüdə həmişə mənfidirlər. D isə sadəcə asılıdır. Özü kəsibsə müsbət,
Uzantısı kəsilsə mənfidir, amma digərində isə bu həmişə mənfidir, daha doğrusu həmişə müsbətdir. F-imiz D-miz burada ikisində də eyni şəkildədir. Bunda necədirsə digərində də eyni formadadır. Sadəcə burada xəyal həqiqidirsə F müsbət, xəyal mənfidirsə F-imiz mənfi olacaq. Ümumiyyətlə uşaqlar, biz güzgüdə də, linzada da əgər bir xəyal qurmaq istəyiriksə, mütləq şəkildə biz şüalardan danışmaq, şüaların necə hərəkət etdiyini, yollarını bilmək lazımdır. Məsələn, burada bir dənə cisim qoyulub. Yadda saxlayırıq. Əgər şüa cismə paralel gəlibsə, sınaraq fokusdan keçəcək. Bax, qabarıqda necə olur? Paralel gəlir, sınaraq uzantısı fokusdan keçir. Biz bilirik də, qabarıqda axı qayıdır burada. Qayıdırsa sınaraq fokusu bu səfər yenə də hardan keçdi? Fokus nöqtəsindən keçdi uzantısı. Sonra təpə nöqtəyə gətirsəm şu anı, bu təpə nöqtəsidir, o mərkəz nöqtəsi. Onda necə, hansı bucaq altına gəlibsə eyni şəkildə paralel qayıdacaq. Eyni şəkildə qabarıqda da necə gəlibsə buradan eyni şəkildə səpələnmiş olacaq. Və yaxud da əgər şüamız F-dən keçibsə, bu zaman bayaq paralel gələn F-dən keçirdisə, indi F-dən keçən necə paralel qayıdacaq. Burada da eyni şəkildə fikir verirsiniz uşaqlar. Uzantısı F-dən keçdi. Güzgünün mərkəzindən keçən şüa elə düşdüyü istiqamətdə də öz istiqamətində də geri qayıdacaq. Necə düşmüşdüsə elə də geri qayıtdı. Burada da necə düşübsə elə də geri qayıdır. Uşaqlar, indi isə ayrı-ayrılıqda bu güzgülərdə birdən bir dənə xəyalımızı quraq. Bayaq dedik ki, növlərini dedik, çökük, qabarıq olur. Onlarda xəyallar qurula bilər, şüalar üç cür gələ bilər. İndi isə ayrı-ayrılıqda bir-bir cisimləri burada yerləşdirək və onun xəyalının qurulmasına baxaq. Ən birinci 3 şüadan istifadə edirik. Dediyim kimi, paralel gələn fokus nöqtədən keçəcək. Fokusa gələn paralel qayıdacaq. Güzgünün fokus nöqtəsindən keçərək güzgünün üzərinə düşən şüa isə baş optik oxa paralel olaraq qayıdacaq. Gəlin uşaqlar, ən birinci halımıza baxaq. Birinci halımız budur. Birinci halda gəlin cismi sonsuzluqda qoyaq. Sonsuzluqda qoysaq bu nə deməkdir? Yəni cisimlər paralel gəlir. Paralel gələn demişdik, hardan keçəcək? F-dən keçəcək. Paralel gələn F-dən keçdi. Onda bizim xəyalımız harda alındı? F-də alındı. Nöqtə şəklində. İndi gələk ikinci hala. İkinci halımız necədir? Uşaqlar, ikinci halımız bax budur. Bu şəklimizdir. Bayaq sonsuzluqdan gəlirdi. İndi isə haradasa bu hissələrdə qoyacaq. 2F-dən bu tərəfdə qoyuruq. Uşaq fikir verirsiniz, A nöqtəsi buradadır. İndi bax bu nöqtədən biz şüa göndəririk. Birincisini paralel göndərdim. Paralel göndərdiyim şüa hardan keçir? F-dən keçdi. Bəs baş optik oxa birbaşa göndərdiyim şüa hardan keçəcək? Daha doğrusu bu şüamız buradan F-dən keçir. Üzülürsən. F-dən keçən hara gedəcək? Paralel gedəcək. Paralel gələn F-dən keçdisə, F-dən gələn isə nə edəcək? Paralel olaraq qayıdacaq. Onda bunların kəsişdiyi nöqtədə biz nə edirik? Xəyalımızı almış oluruq. Xəyal harda alınır? R-lə F-in arasında. Gəldi üçüncüyə. Bu üçüncüdür. Artıq biz bunu evdə qoyduq. Ev bilirik də o nöqtəmizdir. Uşaqlar, necə qoyuruqsa, ev nöqtəsində necə qoymuşuqsa, xəyal da eyni formada alınacaq. Bunun səbəbi nədir? Paralel gələn F-dən keçəcək, F-dən keçən isə paralel qayıdacaq. Onda bunlar eyni boyda olacaq, tərsinə çevrilmiş olacaq, F-imiz evə bərabər olmuş olacaq. Dördüncüyə baxsaq, indi nə etməliyik? Sonsuzluqdan gəldi, evdən böyük oldu, evin üstünə qoyduq, onda evlə F-in arasında qoymalıyıq. Baxın, evlə F-in arasındadır. Yenə də paralel göndərməliyik. Paralel göndərilən F-dən keçəcək. Bir dənə də F-dən keçirməliyik. F-dən keçirilən isə hardan gedəcək? Paralel gedəcək. Yenə də bizim xəyalımız bax bu şəkildə alınmış oldu. Bu zaman uşaqlar fikir verirsiniz, böyüdülmüş xəyalımız alındı. Xəyalımız həqiqidir, tərsinədir, böyüdülmüşdür. Yaxşı, gətirib F-ə qoysaq. Yenə də eyni şeyi təkrarlamalıyıq. Paralel gələn F-dən keçəcək.
Artıq burada F'dən keçirəcəyimiz yoxdur axı. Bayaqları bax F'dən keçirirdik, düzdür? Burada necə F'dən keçirim buradan Şuanı? Aşağı Şuaya göndərə bilmərəm. Onu bu səfər nə etməliyəm? Baş optik oxa paralel göndərməliyəm. Həmin bu göndərdiyim nə edəcək? Eyni bucaq altında da qayıdacaq. Bu zaman fikir versəz, kəsişmə yoxdur. Xəyal nə edir? Gedir sonsuzluqda alınacaq. Əgər mən cismi F'dən lap kiçik hissədə qoysam, bu zaman nə baş verəcək? Uşaqlar, paralel gələn nə edəcək? F'dən keçəcək. Bir də baş optik oxa gələndə buradan bu formada keçəcək. Uşaqlar, fikir verirsiniz, bunların kəsişməsinin imkanı yoxdur. Bayaqki nə idi? Müəyyən bir müddətdən sonra sonsuzluqda hardasa kəsişəcəkdi. Amma bunların kəsişmə imkanı burada yoxdur. Bunlar uzaqlaşırlar bir-birindən. Onda bunların sən demə nəyi kəsişirmiş? Sən demə bunların uzantısı kəsişirmiş. Uzantının da kəsişdiyi hala biz deyirik ki, möfümü olur və düzünü olur. Həmçinin də biz buradan görə bilərik ki, rahat formada böyüdülmüş alınıb. İndi isə qısa şəkildə qabaq linzada xəyalın qurulmasına baxırıq. Yenə də eyni şüalardır. Önəmli olan burada şüaları göndərməyi bacarmaq idi. Şüaları göndərəndən sonra onsuz da hamısı çox rahat formada alınacaq. Bir də şüanı göndərməkdə əlavə birinci şərtimiz şüaları hardan göndərəcəyimizi bilməkdir. İkincisi də ki, sıralama ilə cisimləri yerləşdirmək. Məsələn, 2F'dən bu tərəfdə yerləşdirmişik. Paralel göndərdiyimiz səpili uzantısı keçir F'dən. Sonra optik oxa göndərdiyimiz isə bu istiqamətdə qayıdır. Bunun da uzantısı burada xəyalı əmələ gətirmiş oldu. Yenə də paralel göndərdiyimizin uzantısı keçdi. Buradan göndərdiyimizdə yenə də uzantısı keçdi. Xəyalımız alındı. Burada da eyni şəkildə. Amma burada bir dənə fərqimiz var. Bu yenə də T oxuna göndərdi. Eyni bucaq altında qayıtdı. Burada olduqları kimi. Sadəcə burada bir dənə fərqimiz odur ki, biz artıq paralel göndərə bilmirik. Artıq biz burada O nöqtəsinə göndəririk. Yenə də xəyalımız amma eyni istiqamətdə, eyni yerdə alınır. F nöqtəsinə qoyduqda O'dan göndərdiyimiz eyni şəkildə qayıdır. Optik oxa göndərdiyimiz isə bu istiqamətdə gedir. Yenə də uzantımız xəyal əmələ gətirir. Bunlarda da eyni şəkildə xəyallar əmələ gəlmiş olur. Sadəcə olaraq biz onu bilmək lazımdır ki, burada yaranan xəyallar hamısı necə xəyaldır? Yəni burada artıq sizə qabaq güzgüdə nəyinsə qurulmasını verilmir. Sadəcə olaraq sizdən istəyirlər ki, nəyi? Burada xəyallar necə alınır? Yadda saxlamaq lazımdır. Hamısında uzantının kəsişdiyinə görə burada xəyal möfhümü şəkildə alınır. Möfhümü xəyal. Sonra biz ümumiyyətlə bilirik ki, təbiətdə baş verə biləcək ən böyük sürət işıq sürətidir və o işığın vakuumdakı sürətidir. İşığın vakuumdakı sürəti 3,18 metr bölünsün saniyədir. Uşaqlar, bu sürətlə işıq yayılır. Mühitdə isə artıq işığın sürəti azalmağa başlayır. Azalmasının səbəbi isə mühitdə sındırma əmsalının olmasıdır. Uşaqlar, sındırma əmsalı işıq sürətinin vakuumdakindən nə qədər az olduğunu tapmaq üçün istifadə olunur. Sındırma əmsalı bu kəmiyyətlərin heç birindən asılı deyil. Nə sürətdən, nə aradakı məsafədən, nə zamandan, nə lambdadan, yəni dalğa uzunluğundan, nə də tezlikdən. Bunların heç birindən asılı deyil. Sındırma əmsalının özündə vahidi yoxdur. Çünki ikisi də sürət olduğuna görə metr bölü saniyə böləndə heç bir vahid olmur. Verilmiş mühit üçün isə sabit qalır. Yəni eyni bir mühitdə sındırma əmsalı dəyişmir. Sındırma əmsalı yalnız bir mühitdən digər mühitə keçəndə dəyişirdi. Nisbi sındırma əmsalımızın isə ifadəsi N2 bölü N1 bərabərdir N2 N1 şəklində olacaq. Yaxşı, sındırma əmsalı bir mühitdən digər mühitə keçəndə digər kəmiyyətlər necə dəyişir? Biz demişdik ki, sındırma əmsalı bucaqdan tərs asılı idi. Eyni şəkildə sürətdən və lambdadan da tərs mütənasib asılı olmuş olur. Yaxşı, sürətlə lambdanın tərs asılılığı necə yadda saxlayın? Şola yadda saxlayın. Lambda bərabərdir V vurulsun T düsturundan. T zaten dəyişmir. Lambda necə dəyişirsə sürətimiz də eyni şəkildə dəyişəcək. Bunlar da onlara aid düsturlarımızdır. Məsafəni tapanda D-ni S-yə, yəni sürətə bölürük. Bunlar dalğa uzunluğunu düsturu və s. və ilax. Burada önəmli olan yadda saxlamamız gerəkən əsas qayda nədir? İşıq bir mühitdən digər mühitə keçdikdə
Onun nə tezliyi, nə periodu, nə də enerjisi dəyişmir. Onlar hamısı sabit qalacaqlar. Eyni bir cins mühitdə işığın eyni sürətlə yayılacaq. System starting up.